Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün uğur kurslarının keçirdiyi buraxılış sınaq imtahanının suallarını izah edəcəm. Gəlin suallarımıza baxaq. Birinci sualda bizdən nə istəyir? Positive case, yəni ismi yəlik halını istəyir. Gəlin suallarımıza baxaq. Yes dedi, burada yəlik nətər olmalıdır? S apostrof yox, apostrof S-dən əvvəl olmalıydı. 1 yanlışdır. Burada baxırıq, 2-də hər şey qaydasında Mike apostrof S-lə verib, özündən sonra isim gəlib. 2 doğru cavabdır. Üçüncü sualımıza baxırıq. Child kökündən dəyişərək cəmlənən isimdir. Yəlik nə ilə verib? Apostrof S ilə verib. 3 doğru cavabdır. Zosdan sonra bilirik ki, nətər isim gəlir? Cəm isim gəlir. Burada apostrof S yox, S-dən sonra olmalıydı apostrof. Ona görə 4 yanlışdır. Düzgün cavabımız nə qaldı burada? 2-3 D variantı. Biz bilirik ki, ad adlarının qarşısında nə işləmir? Tək adalarına Z artiklı işləmir. Burada boşluq olacaq. Sayıla bilən tək isimlərin qarşısında biz boşluq verə bilmərik. Bu da sayitlə tələffüz olunduğuna görə deyirik ki, əgər sayılan isim samitlə tələffüz olunursa qarşısında nə veririk? Sayitlə tələffüz olunursa qarşısında nə veririk? Ən artiklı. Ona görə burada ən olacaq. Çaylardır, dənizlərdir, okeanlardır. Bunlar nə ilə işlənir? Z artiklı ilə işlənir. Düzgün cavabımız qalacaq burada nə? C variantı. 58-ci sualımıza baxırıq. Only a few özünə sonra cəm isim gəlib, 1 doğrudur. Only few deyə bir şey yoxdur. Only a few işlənir, 2 yanlışdır. Very'dən sonra few özünə sonra cəm isim, 3 doğrudur. Very a few deyə bir şey yoxdur. Ona görə cavabımız qalacaq burada nə? 1-3 Y variantı. $59-cu sualımıza baxırıq. Dedi ki, ad soyadların qarşısında, yenə buradan bizdən nə istəyir? Düzgün yəlik halını istəyir. Dedi ki, ad soyadların qarşısında Z artiklı varsa bütöv bir ailəni təmsil etdiyinə görə apostrof S-dən sonra olmalıydı. Yəni cəm şəkilçisi qəbul edir, təkcə apostrofu qəbul eləməlidir. Burada A yanlışdır. Burada hər ikisinə apostrof S artırmışıqsa, buradakı isimimiz cəmdə, xəbərimiz cəmdə olmalıydı. Ona görə B variantımız da yanlışdır. Postman kökündən dəyişərək cəmlənən isimdir. Dedi ki, kökündən dəyişərək cəmlənən isimlərin yəlik halına ilə düzəlirdi? Apostrof S-lə. Ona görə C variantımız da yanlışdır. Rəqəmdən sonra dedi ki, nətər isim gəlir? Cəm isim, cəm şəkilçisini qəbul edib, yəlikini də apostrofla verib, doğru cavabımız qalacaq nə? D variantı. Burada da apostrof S-dən sonra dedi ki, got varsa yəlik hal deyil. Ona görə burada düzgün cavabımız qalacaq nə? D variantı. 60-cı sualımıza baxırıq. Pair of, burada qılaf sözü nədə olmalıydı? Cəmdə olmalıydı. Delicious jam, salim isimdir. Qarşısında boşluq verib 2 doğrudur. Furniture sözü salim isimdir. Yəni artiklı harda işlənirdi? Sayıla bilən tək isimlərin qarşısında. Ona görə 3 yanlışdır. Bunch of bananas, burada heç bir yanlış yoxdur. Düzgün cavabımız qalacaq nə? 2-4 C variantı. 61-ci sualımıza baxırıq. Boşluqdan sonra bizə nə verib? Cəm isim verib, düzdür? Boşluqdan sonra verib cəm isim. İkinci tərəfdə verib, boşluqdan sonra of plus nə? Cəm əvəzlik. Deməli, cəm isim veribsə bizə nə lazımdır? Cəm isimlə işlənən quantifiers lazımdır. Avtomatik match gedir. İkinci tərəfdə də yenə of cəm əvəzlik veribsə, a little ola bilməz. C variantı da getdi. Baxırıq B variantında. Birinci tərəfdə few verə bilərik, only ilə few işlənmir deyə B variantı yanlışdır. D variantında elotun of'u yoxdur. D variantımız yanlışdır. Düzgün cavab nə qalacaq? Y variantı. Birinci tərəfdə elot of, ikinci tərəfdə only a few, Y variantı. $62-ci sualda bizdən nə istəyir? Deməli, bizdən istəyir cəm isimləri. Burada news, physics nədir? Salimən isimdə avtomatik A getdi. B variantında police, cattle, poultry hər üçü cəm isimdir. C-də bison, ox təşkil olduğuna görə C variantı gedir. Burada woman sözü təşkil olduğuna görə D variantı olmaz. Y-də də close sözü təşkil olduğuna görə Y variantı olmaz. Düzgün cavabımız nə qalır? B variantı. 63-cü sualımıza baxırıq. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısında nə verə bilmərik? Boşluq verə bilmərik. Görək ki, burada nə gəlib? Sayılan tək isim gəlib.
Biz dedik ki, last, next sözlərindən sonra zaman mənalı isim gəlibsə, qarşısında z artiklı olmaz. Ona görə avtomatik burada hansı oyundan söhbət gedir? Keçən həftə sən həyəcanla oynadığın oyundan söhbət gedir. Deməli, burada nə olacaq? Deməli, buradakı oyun bizə məlumdur ki, biz onun qarşısına nə verəcəyik? Z artiklını verəcəyik. Ona görə düzgün cavabımız qalır burada nə? C variantı. 64-cü sualımıza baxırıq. Burada deməli, bilirik ki, menidən sonra nətər isim gəlir. Burada masdan sonra cəm isim gələ bilməz. Avtomatik 1 yanlışdır. Menidən sonra cəm isim verib, 2 doğrudur. Few-dan sonra cəm isim. Burada birləşməyə fikir verin. İkinci tərəfdə baxın, kanal sözü cəmdə olduğuna görə. 3 doğrudur. Severaldan sonra bilirik ki, nə gəlir? Cəm isim gəlir. Burada polis sözünə aldanmayın. Burada bütöv bir birləşmədir. Birləşməyə fikir verin. Təkli olduğuna görə 4 də yanlışdır. Düzgün cavabımız olacaq burada nə? 2-3 Y variantı. Altmış 65-ci sualımıza baxırıq. Naif sayılır. Qarşısında nə var? E artiklini verir. Bilir ki, sayılan tək isimlərin qarşısında boşluq ola bilməz. Burada shop sayılır. Birinci söz bilir. Furniture sayılmır. Amma furniture shop sayılır. Sayıldığına görə burada E artikli olmalıdır. Yoxdur. Deməli 2 yanlışdır. Sand artist. Burada bu cəmlənib. 3 doğrudur. Wall sayıldığına görə qarşısında E artikli olmalıdır. 4 yanlışdır. Information özü sayılmazsa da sentence sözü sayılır. Ona görə 5 də doğru variantdır. Düzgün cavab qalacaq 1, 3, 5 C variantı. 66-cı sualımıza baxaq. Buradan bizdən nə istəyir? Uncountable nouns. Sayıla bilməyən isimləri istəyir. Burada bizdən sayıla bilməyən isimlər istəyir. Görək burada cavabımız nə olacaq? Bilir ki, picture sözü sayılır. Avtomatik A variantı getdi. Hills, gold, chalk. Bunlar sayılmayan isimlərdə. Avtomatik B variantımız qalacaq variantda. Düzgün cavab burada cup sayılır. C ola bilməz. Season sayılır. D variantı olmaz. Burada da job, class da istəkən arasında bilir ki, sayılır. Y variantı ola bilməz. Düzgün cavabına qalır burada B variantı. 67-ci sualımıza baxırıq. Baxaq ki, burada nə var? E var, düzdür. E artiklı harda işlənirdi? Sayıla bilən tək isimlərin qarşısında. Music sözü sayılmır. 1 ola bilməz. Health program. Program sayıldığına görə 2 doğrudur. News sayılmadığına görə 3 yanlış variantdır. Peace burada sayıldığına görə nə olacaq? 4 olacaq. Düzgün cavabına qalır 2, 4 C variantı. 68-ci sualımıza baxırıq. Yenə burada bizdən düzgün artikl istəyir. Last, next sözlərindən sonra bilirik ki, zaman mənalı söz varsa qarşısında boşluq olacaq. Burada ölkə və şəhər adlarının qarşısında bilirik ki, Z artiklini ümumiyyətlə artikl işlətmirik. Nəqliyyat vasitələrinin qarşısında by sözünü varsa heç bir artikldan istifadə etmirik. Hər ikisində nə olacaq? Boşluq olacaq. Düzgün cavabımız nə qalır burada? Y variantı. 69-cu sualda bizdən düzgün variantı istəyir. Boşluqdan sonra cəm isim, boşluqdan sonra of, cəm əvəzlik, cəm xəbər. Baxa görək. Little-dan sonra cəm əvəzlik gələ bilməz. A variantı getdi. Ümumiyyətlə sayılmayan isim gəlir, tək əvəzlik gəlməli idi. Many-dən sonra cəm isim. Deməli, burada but varsa qarşılaşdırma var. Elə düzgün cavabımız nə qalacaq burada? B variantı. Deyir ki, TED-in çoxlu sualları var idi. Few of them were answered. Yəni, azına neynədir? Cavab verdi. Deməli, burada but varsa qarşılaşdırma var. Many, hər iki tərəfdə many verə bilmərik. Birinci tərəfdə cəm isim gəldiyinə görə matı verə bilmərik. Matdan sonra sayılmayan isim gəlir. D variantında da burada elotumuzun ofu olmadığına görə D variantımız çıxır. Düzgün cavabımız qalacaq nə? B variantı. Whole sözünün nəyini istəyir? Close meaning deyirsə, close meaning deyirsə. Burada nəyini istəyir? Deməli, sinonim istəyir. Burada sacred sözü olacaq. Nə olacaq? C variantı. Müqəddəs sözü ilə sinonimdir.
Baxaq görək. Burada bilir ki, Afraid qorxmaq. Digər sözlərdə deyək. Sacred qorxmaq. Healthy sağlam. Frightened nəydi? Qorxmuş. Yetmiş birinci sualımıza baxırıq. Burada nə istəyir? Sözlərin düzgün definition istəyir. Gəlin baxaq görək hansına uyğun gəlir. Innovation bilirik ki, yenilik. Baxaq, deməli 1-ə gələcək. New method, idea, product. 1-ə gələcək A variantı. 2. Inspire. Burada nə olacaq? Inspire ruhlandırmaq. Inspire ilham vermək, ruhlandırmaq sözünə gələcək nə? C variantı motivate, encourage. Motivasiya vermək, cəsarətləndirmək. Joy da sevinç, fərəh. Burada olacaq feeling or great happiness. Burada olacaq 3-də B variantı. Düzgün cavabımız qalır burada nə? 1A, 2C, 3B. Var elə bir cavab D variantı. 1A, 2C, 3B. Düzgün cavabımız qalır burada nə? D variantı. Gəlin mətnimizin suallarına baxaq. Burada mətnimiz böyük mətndir. Vaxt getməsin deyə mətnə oxumadan birbaşa suallara keçirəm. Mətn üzərindən izah verəcəm. Aha, 72-ci sualda bizdən nə istəyir? Düzgün cavab istəyir. Mətnə uyğun deyir cümləni neynəyin? Tamamlayın. When Mozart was 4 years old. Deyir Mozart 4 yaşında olanda, indi gəlin mətnimizə baxaq görək bu cümlə hardadır. Baxaq. Relevant dey. Birinci abzasda deyilə. Mozart learned to play. Mozart learned to play the piano when he was 4 years old. Deməli cümləmiz burada nə olacaq? Learn to play the piano. Yəni 4 yaşı olanda neynədi? Piano çalmağı öyrəndi. 70-ci sualımızda cavabımız bu olacaq. Görək var variantların içində. Being right music flow. He learned to play C variantı. He learned to play the piano. Deməli 4 yaşında neynədi? Piano çalmağı öyrənməyə başladı. Düzgün cavabımız qalacaq 72-ci sualda C variantı. 73-cü sualımıza baxırıq. One of the Mozart sons was a musician. 2 oğlu var idi, biri nə idi? Musiqiçi idi. O da sonuncu abzasda var idi, səhv eləmirəmsə. Baxaq. And he had. Burada fikir versək. He had 2 sons. Deyir 2 oğlu var idi. The youngest son, yəni balaca oğlu nə idi? Wolfgang nə idi? Was a musician like his father. Deməli, oğlanlarından birinin musiqiçi olmağı nədir? Doğru cavabdır. 1 doğrudur. 2. Mozart father was a famous artist. Əslində musiqiçi idi atası, rəssam deyildi. O da birinci abzasda var idi. D. Buradadır. Leopold a musician. Atası yəni rəssam deyildi, musiqiçi idi. Deməli, 2 yanlış cavabdır. Burada ikinci bəndimiz yanlışdır. Mozart was recognized after his death. Burada bu yanlışdır. 3 ola bilməz. Deməli, 1 doğru cavabdır. 2 də yanlış cavabdır. Deyir ki, o Mozart ölümündən sonra tanındı. Əslində xeyr, ölümündən sonra yox, elə belə əsmasını sağ ikəndə tanınırdı. Burada bax, ölümündən sonra yox. Sadəcə deyir ki, baxmayaraq deyir ölüb, hələ də nədir? Bütün dünyada məşhur musiqiçi kimi tanınır. Ona görə düzgün cavabımız qalacaq. He play music for important people in Europe. Bu da doğru cavabıdır. Düzgün cavabımız qalacaq 1-4 A variantı. Bu birinci abzasda var. Orada sonuncu cümlə baxın. He played in front of royal families in different European countries. Burada he played music for some very important people. Budur. Cümləmiz bax budur.
Deməli 73-də də cavabımız oldu nə? 1, 4. 1, 4-də hansı variantdır? A variantı. Deyir ki, 74-də deyir ki, mətn nə haqqındaydı? Orada mətndə əsas ideyası nədir ki, Avropaya səyahət yox idi. Mozartın ailəsi haqqında deyildi. Mozartın maraqları haqqında elə bir söhbət getmirdi. A well-known musician. Düzgün cavabımız ilə qalacaq burada nə? D variantı. Mozart music teacher. Burada Y variantda yanlışdır. Yəni orada Mozartın musiqi müəllim kimi də atası idi. Sadəcə orada bir-iki yerdə adı çəkilir, amma mətnin əsas ideyası nə idi? Mozart haqqındaydı, yəni məşhur musiqisi haqqında. Düzgün cavabımız nə qalacaq burada? D variantı. Burada yenə mətnə uyğun düzgün sualın cavabını istəyir. Why Mozart famous all over the world? Deyir, Mozart nə üçün bütün dünyada məşhur idi? Because his father is a teacher. Deyir, atasının onun müəllimi olmasına görə xeyr elə bir şey yox idi. Because of his well-known music and operas. Düzgün cavabımız burada nədir? B variantıdır. Bu da mətnin içində var. B variantda mətnimizin içində var. Baxaq görək hardadır. Deyək. Bu da ikinci abzasın. He wrote lots of music and operas and he became very famous. Ona görə də burada düzgün cavabımız nə qalacaq? B variantı. Baxaq. Mətnə uyğun düzgün cavabı mətnə uyğun cümləmizi tamamlamağı istəyir. Ən azı 2 sözü dəyişməklə. Gəlin görə bu cümləmiz hardadır? Birinci abzasda olmalıdır. Mass Leopard. Baxaq görək. Famous was born in Australia. Leopard music teacher learned the piano was here. He played. Birinci abzasda yoxdur. Buradadır. 3-cü abzasın birinci cümləsi. Həmin o cümlə buradan başlayır. Ardın veririk. Burada a lot of sözünü biz nə ilə əvəzləyə bilərik? A lot of əvəzləyə bilərik many ilə. Love sözünü verə bilərik. Like sözü ilə əvəzləyə bilərik. To be fond of ilə əvəzləyə bilərik. Sonra but-ı however ilə əvəzləyə bilərik. Sonra yenə burada a lot of özündən sonra salim yazım. A lot of da much-la əvəzləyə bilərik. Deməli, burada a lot of sözünü nə ilə əvəzləyirik? Many ilə əvəzlədik. Life sözünü like və yaxud da ki fond of ilə əvəzləyə bilərik. İkinci tərəfdə but sözünü however ilə əvəzlədik. A lot of-dan sonra burada salim yazım verib, a lot of da burada much sözündən əvəzləyə bilərik. Baxaq görək. Burada 77 essaydir. Bunu özünüz yazmalısınız. Essay özünüz yazmalısınız. What kind of music do you listen to and why? Deyir ki, hansı növ musiqilərə qulaq asırsınız və niyə? Burada 78-də bizdə sözümüzün definition istəyir. Baxaq görək. Paragraf 1-də the best first definition. Burada having the status of a king or queen or member of their family. Baxaq görək burada nə var. Birinci abzasda burada çox güman ki royal olar. Birinci abzasda deyil bu sözdür. Royal sözü.
Sorry 78 idi. Definition bizdə 78-də istəyirdi. Royal sözü olacaq. Yetmiş doqquzda da bizdə nə istəyir burada? Paragraf 3-də unhealthy sözünə görə xəstə, sağlam olmayan. Görə 79-da paragraf 3-də nə var? Burada da olar ill sözü. Burada sinonim istəyirdi. Unhealthy sözünə də sinonimimiz olacaq ill. Burada bizdə dinləmə mətni əlimizdə düzdür, dinləmə mətni əlimizdə var. Sadəcə burada mümkünsüzdür buna qulaq asmaq. Birbaşa dinləmənin cavablarını deyəcəm. Burada listening sualında, listening mətnində nədən danışırdı? Xarici dilin əhəmiyyətindən, vacibliyindən danışırdı. Düzgün cavabımız olacaq A variantı. Birinci sualda knowing foreign language help us. Yəni xarici dil bilməyin bizə nə kimi, xarici dilləri bilməyin bizə nə kimi kömək ola bilər? Orada da nə istəyirdir? Hansı mətndə vurğulanmırdı? Burada da yanlış cavabımız olacaq real as body language. Y variantı orada vurğulanmırdı. 82-də sonra English. Burada deyir ki is the one of useful language. C variantı olacaq 82-də. Üçüncü sualımızda deyir ki foreign language open doors for. Burada studying and working deyir. Studying and working. Burada bizim düzgün cavabımız bunlardır. Dördüncü sualı. Burada deyir ki xarici dil səyahətə necə təsir edirdi? Xarici dil səyahətə necə təsir edirdi? Orada deyir ki more interesting. How the foreign language affect traveling? More interesting. Yəni daha maraqlı edir. Burada əslində bu sözümüz reason sözümüz dırnaqda verilməli idi, verilməyib. Reason sözünə nə istəyir? Reason sözünü xarakterizə ediləcək adjektiv istəyir, sifət istəyir. Burada nə olacaq? Main sözü. Bu qədər bu 11-ci siniflər üçün olan sınağımızın izahı idi. İnşallah 9-10 siniflərində izahı gələcək.